Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyayı vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله وَلَا تَكِلْنَا إِلَى أَنْفُسِنَا طَرْفَةَ عَيْنٍ. Əziz, qiymətli qardaşlar, hörmətli cəmaat. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmdü sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə, əhli beytinə və qiyamət gününə dək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Allah Taala'nın müvəffəqiyyəti, onun yardımı və köməkliyi ilə fiqh, şəriət dərslərimizi öyrənməyə davam edirik. Bugünkü mövzumuz namazın rükunlarından rükuya əyilmək və rükuya əyilən zaman tələsməmək. Hərəkəti yerinə yetirərkən əzaların oturması. Keçən dərslərimizdə biz namazın rükunlarını öyrənməyə başladıq. Öyrəndik ki, namazın rükunları namazın içərisində olan hətmən yerinə yetirilməsi lazım, vacib olan əməllərdir. Ən başda açılış təkbiri, sonra Fatihə surəsini oxumaq, sonra qiyamda dayanmaq, bugün isə öyrənirik rükuya əyilmək. Ər-ruku'u və-tuma'ninətu fihi. Rükuya əyilmək, rükuya əyilən zaman tələsməmək, hərəkəti yerinə yetirərkən əzaların oturması. Buyurur ki, müəllif, Ər-ruku'u ruknun fi kulli rak'atin minəs-salati bil-icma'i əhlil ilmi. Alimlərin yekdil rəyinə görə namazın hər rükətində rükuya əyilmək namazın rükunlarındandır. Namazın hər rükətində, istər namaz 2 rükətli namaz olsun, istər 3 rükətli, istər 4 rükətli, istər namaz fərz namaz olsun, istər nafilə namaz olsun. Hər rükətdə rükuya əyilmək namazın rükunlarındandır. Alimlər bu mövzuda yekdil rəyə gəlib ittifaq etmişlər, ixtilaf və fikir ayrılığı olmamışdır. Buna dəlillər ən birinci uca Allahın bu kəlamı, Hac surəsi 77-ci ayə. Ya eyyuhellezine amenu irka'u vescudu. Ey iman gətirən möminlər, namaz qılarkən rüku edin və səcdə edin. Allah Teala bizlərə namaz qılan zaman rüku etməyimizi və səcdə etməyimizi buyurur. Allah Resulü sallallahu aleyhi və səlləmin namazını yaxşı qılmayan şəxsə sözü. Bu rəvayət Buxari və Müslimdə gəlir. ثُمَّ ارْكَعْ حَتَّى تَطْمَئِنَّ رَاكِعًا. Qayıt, rüku et və rükunu yerinə yetirərkən tələsmə. O şəxs ki, Resul sallallahu aleyhi və səlləm günlərin bir günü Əbu Hureyra ilə bərabər məclisdə oturan zaman, Allah ondan razı olsun, içəri gəlir, salam verir və tələsik namaz qılır. Nə qiyamı qiyam kimi olur, nə rükusu rüku kimi, nə səcdəsi səcdə kimi. Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, ona qayıt, təzdən namaz qıl, sənin namazın sayılmadı. Yenə tələsik qılır, Resul sallallahu aleyhi və səlləm deyir, qayıt, təzdən qıl, sənin namazın sayılmadı. Belədə 3 dəfə. Hər dəfəsində Peyğəmbər sallallahu aleyhi və səlləm ona rükunu rüku kimi etmədiyini, səcdəni səcdə kimi etmədiyini buyurur. Üçüncüdə kişi gəlir ki, ey Muhammed sallallahu aleyhi və səlləm, səni haqqı ilə göndərən Allaha and olsun ki, bundan yaxşısını bacarmıram. Məni öyrət. Resul sallallahu aleyhi və səlləm onu öyrətir. Namazı qılan zaman ayaq üstə, düzgün dayan. Sonra Quran-ı Kərimdən Fatihəni oxu, bildiyin asan surələri oxu. Sonra əyil rükuya. Rükuya əyildikdən sonra qoy oynaqlar, üzvlər yerinə tam otursun. Sonra rükudan qalx, tələsmə. Ayaqda olan zaman üzvlər, oynaqlar hamısı yerinə otursun. Sonra səcdiyə get. Səcdədə tələsmə, qalxmaq üçün. O üzvlər, oynaqlar hamısı yerinə otursun. Və sonra hər rükətdə bunu et. Allah Resulü sallallahu aleyhi və səlləmin
namazların hər rükətində rükuya əməl etməsi. Muvazabətun Nəbiyyi sallallahu aleyhi və səlləmə fi kulli rak'atin min kulli salat. Fardan kânə əv nəflən. İstər fərz namaz olsun, istər nafilə namaz olsun. Hansı namazı qılarmışsa, mütləq orada rükuya əylərmiş və rükudan qalxarmış. Allah Nəbisi sallallahu aleyhi və səlləm isə bizə deyir, sallu kəmə rəeytumuni usalli. Mən necə namaz qılıramsa, siz də o şəkildə namaz qılın. Bütün bu dəlillər bizə onu göstərir ki, bir insan əgər rükuya əyilmədən namaz qılsa, yəni qiyamda dayansa, Fatihəni oxusa, rükuya əyilmədən və rükudan qalxmadan səcdəyə getsə, fərz etsə, onun o namazının o rükəti sayılmır. Bütöv namaz eləsə, bütöv namaz sayılır. Ancaq fərz edək ki, namaz 4 rükətlidir. Üçündə rüküyə əyilib və rüküdən qalxıb, lakin birində rüküyə əyilib, rüküdən qalxıb. O zaman o şəxs bir rükət əlavə qılıb səhv səcdəsi eləməlidir. Çünki namazın rükunlarından biri qaçırıb. Və əqallu mə yuczi'u fir-ruku'i, buyurur ki, müəllif, rükunun ən az miqdarı, hansı ki onu yerinə yetirəndə artıq namaz doğru sayılır, ən yənhə bihaythu təməssu yədeyhi rukbəteyhi. Əyilir, bədənin əyir rükuya və əlləri ilə dizlərini tutur. Artıq bu rükü sayılır. İnsan ayaq üstə qiyamda dayandı, Fatihə surəni oxudu, Qul huvallahu oxudu, sonra Allahu Əkbər deyir, bədənin əyir. Bədənin əydikdə ki, əgər əllərin içi ilə dizlərini tutursa, barmaqlar da arar olmalıdır, belə tutmaq yox, bu şəkildə, sünnədə bu şəkildə, artıq o şəxs rükû etmiş sayılır. Rükû etmiş sayılır. Və qilə ən yənhə bihaythu yəkunu ilə rükû'i təmmi əqrabu minhu ilə əl-qiyami ət-təm. Rükûnu yerinə yetirən zaman tələsməməyin dəlili, isbatı isə hər üzvün, hər oynağın yerinə oturması, bu təkcə rükuda deyil, qiyamda da bu belədir, səcdədə də bu belədir, təşəhhüddə oturanda da belədir, tələsməmək. Rasul sallallahu aleyhi və səlləmin bu sözü ثُمَّ رْكَعْ حَتَّى تَطْمَئِنَّ رَاكِعًا əv ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا. Rükuya əyil və rükuda tələsmə, qoy bədən üzvlərin yerinə otursun və yaxud səcdəyə qapan, səcdəyə get və səcdədə tələsmə. Qoy oynaqlar, bütün bədən yerinə otursun. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, bu hədis İmam Nəsai, İmam Tirmizi, İmam Əbu Davud və başqa alimə rəvayət edib, "Lə tuczi'u salatun la yuqimur raculu fiha sulbahu fi'r-ruku'i ve's-sucudi." Bir insanın həm rükuda, həm də səcdədə bədəni doğru düzgün əyilmirsə, o kişinin namazı sayılır. O insanın namazı sayılır. Hətta hədislərdə gəlir ki, ən oğru adam namazından oğurluq edən şəxsdir. Namazından oğurluq edən şəxsdən daha böyük oğru yoxdur. Yəni, mal, mülk oğurlamaqdansa, kiminsə malın mülkün, kiminsə götürməkdənsə ən pisi insanın öz namazından oğurluq etməsidir. Səhabə sual verir, ya Rasulallah, nə deməkdir namazda oğurluq eləmək? Rasul sallallahu aleyhi və sələm deyir ki, yəni nə rükûnu rükû kimi eləyir, nə də səcdəni səcdə kimi eləyir. Öz namazından oğurladır ki, bu da səhih rəvayətdir. Tətəhəqqəqut tuma'ninətu. İnsanın namazda tələsməməsi, yəni üzvlərin hamısının yerinə yetirilməsi bu şəkildə həyata keçir. Bi-ən yəskuna həttə tatmainnə məfasiluhu və təstərxa kəmə qalən Nəbi sallallahu aleyhi və səlləm lil-musui salatuhu. Belə ki, sükunət sakitçiliyi ilə qılır o namazı, onun oynaqları, bədən üzvləri hamısı yerinə oturur və sakitçilik olur bədənində. Fərz edək ki, insan qiyamı bitirdi, Allahu Əkbər deyib, əyilir rükuya. Rükuya əyildi, əllərinin içi ilə dizlərini tutdu və zikirləri oxuyarkən orada bədənin hərəkət etdirmədi. Subhanə Rabbiyəl-Azim 3 səfə deyəndə artıq üzvlər, oynaqlar yerinə
oturdu. Sonra Semiallahu limen hamidah dedi. Qalxdı. Rabbena və lekal hamd. Hamdan kəsiran tayyiban mübarəkən fih dedi. Və bütün bunların hamısı ayaq üstü olur. Semiallahu limen hamidah deyib qalxır. Əllərini də qaldırır, sonra salır yanına. Rabbena və lekal hamd. Ayaq üstü olur. Hamdan kəsiran tayyiban mübarəkən fih. Yenə üzvlər ayaq üstü olan zaman hamısı yerinə oturur, fəqərələr, onurğalar. Sonra Allahu Ekber deyir, gedir səcdiyə. Və səcdədə də başın qoyanda yenə oynaqlar, üzvlər hamısı yerinə oturur. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, La tətimmu salatu ahadikum hattə yasbiğal vudu'a ilə axiril hadith, thumma yerka' və yədə'i yədəyhi alə rukbəteyhi hattə tatmainnə məfasiləhu və təstərxa. Sizdən heç kəsin namazı tam və kamil olmaz, belə ki, o gözəl şəkildə dəstəmaz almasa, tam və gözəl şəkildə dəstəmaz almasa, sonra rükuya əyildikdə əllərini dizlərinə qoyub, dizlərini əlləri ilə tutmasa və onun üzvləri, oynaqları yerinə oturmasa. Rükuda bir dəfə zikri oxumaq vacibdir. Subhanə Rabbiyəl Azim sözün bir dəfə demək vacibdir. 3 dəfə demək isə ən üstünü, ən əfsəlidir. 3 dəfə demək isə ən üstünü, ən vəzirətlisi. Eləcə də səcdədə bir dəfə Subhanə Rabbiyəl Ə'lə demək vacibdir. Namazın vacibdir ki, qarşıdakı dəstək itəcək. 3 dəfə demək isə sünnədir. Ən axırıncı mövzu isə əl-i'tidalu ba'də rüku'i və tuma'ninətu fihi. İnsanın rükudan qalxması və qalxdıqdan sonra tələsməməsi, yəni səcdəyə getməyə tələsməməsi. Allah Resulü sallallahu aleyhi və səlləmin gözəl şəkildə namaz qılmayan şəxsə etmiş olduğu nəsiyyət ثُمَّ ارْفَعْ حَتَّى تَطْمَعِنَّ رَافِعًا. Sonra başını rükudan, belini rükudan qaldır və qaldırdıqdan sonra tələsmə. Qoy üzvlər, oynaqlar, sümük, hər şey yerinə otursun. وفي حديث أبي حميد في صفة صلاة النبي صلى الله عليه وسلم Əbu Hümeyddən hədis gəlir, Rasul sallallahu aleyhi və səlləmin namaz qılma şəkli buyurur ki, فَإِذَا رَفَعَ رَأْسَهُ اِسْتَوَى حَتَّى يَعُودُ كُلِّ فَقَارٍ مَكَانَهُ. Deyir, o namazdan deyir, rükuda başını qaldırdıqda bütün fəqərələr, oynaqlar hamısı öz yerinə qaydırdı. Rükudan qalxmaq bu şəkildə. İnsan rükudan ki, başını qaldırır və tələsmir və bütün oynaqlar, hər şey yerinə oturur ki, bu da İmam Buxari rahiməhullah rəvayət edir hədis. Rasul sallallahu aleyhi və səlləm bizə deyir, mən necə namaz qılıram, siz də o şəkildə namaz qılın. Və yədxulu fi ruknul i'tidal ər-raf'u minər-ruku'i lə əstəlzəməhu ləhu. Bu qədər dəyərli cəmaat, rüku haqqında, rükuya əyilmək və rükudan qalxmaq və rükuya əyilən zaman da tələsməmək və rükudan qalxdıqdan da tələsməmək. Bunların hər üçü namazın rükunlarındandır. Demək, rükuya əyilmək və rükuya əyildikdən sonra hər üzvün yerinə oturub tələsməməsi, rükudan başı qaldırmaq və rükudan başını qaldırdıqdan sonra hər üzvün yerinə oturması, oynaqların, hər şeyin və insanın tələsməməsi. Allah Teala bizləri eşidib başa düşür. Faydalanan və ən gözəlinə tabi olan bunlarından etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin.